Neuralink application haqqında digər bir imkanı da sizinlə paylaşmaq istəyirəm. Göstərim ki, necə bir şey var burada. Burada reader modu var. Məsələn, əlinizdə bir tekst var, siz onu oxumaq istəyirsiniz. Siz bu teksti atırsınız bura. Və daha sonra start reading edirsiniz. Bu arada digər videolarda digərləri haqqında danışmışam. Bu videoda məhz bu haqda danışmaq istəyirəm. Start reading-i kliklədik. Bu teksti göndərir AI-ya. AI bunu cümlələrə və sözlərə parçalayır. Və gözləyirik. İndi burada qulaq asmaq heç, yəni qulaq asa bilirsiniz, sözbəsöz gedir. Deutschland ist weltweit für seine vielfältige Brotkultur bekannt. Pause verə bilərsən, stop verə bilərsən və s. Və daha sonra bax belə oxuyursan, düzdürmü? Deutschland ist weltweit für seine vielfältige Brotkultur bekannt və s. birincini gedirsən. Məsələn, burada Vielfalt sözünü unutmuşdum bayaq. Diese große Vielfalt ist ein wichtiger Teil der deutschen Kultur və s. getdin. Vielfaltı unuttun, düzdürmü? Tak klikledin üstünə. Bu sənə tərcüməni birbaşa vermir. Zaten yəni bu saytın olayı budur. Şəkillərlə sənə sözü əzbərlədir. Çünki zaten bax bir yerə gedəndə, məsələn bir ölkəyə getdin. Bir şeylər görürsən, deyirsən, ha bu nədir? Deyirlər filan şey. Yəni Almanca deyirlər məsəl üçün. Və sən onu beynin, onu cismi və yaxud da ki, hansısa bir hərəkəti Almancaya əlaqələndirir. Məsələn, Vielfalt gördün. Tutaq ki, burada göy qurşağı görürsən, ilk ağlıma gələn göy qurşağı təbii olaraq. Amma bir dənə refresh edirsən. Bu arada indi göy qurşağı görürsən, amma cümlə ilə göy qurşağını tutuşturmağa çalışsan da, əgər ki, indi bu göy qurşağının əlaqəsi yoxdursa, orada nə görürsən? Məsələn, fərqli rənglər görürsən də, düzdürmü? Müxtəliflik görürsən, yəni. Daha sonra, məsələn, belə bir şey gəlir. Digər bir tekst gəlir, şəkil gəlir. Əgər alınmadısa, bir daha refresh bas. Tam səndə bir fikir yaranana kimi, yəni şərt deyil ki, birə-bir olsun, amma fikir yaranır adətən, yəni. Yenə də müxtəliflik falan gəlir belə. Tamam, indi məsəl üçün yenə də tuta bilmədin də söhbədə, düzdürmü? Amma bu şəkillər sənin beynində yer elədi. İndi məsələn flip klikləyəcəyik, çeşitlilik gəldi. Bu daha gözəldir, nəinki birbaşa şaqqadan sənə tərcümanı versin. İndi bundan bu arada Vielfalt. qulaq da asa bilirsən. Bir də məsələn tək sözdə seçə bilirsən, cümləni seçə bilirsən. Cümləni məsələn seçdin. Aşağıda tərcümə verəcək, amma görün necə verəcək. Baxın, bu ümumi tərcümədir, bu heç. Amma aşağıda rəng var. Deutschland, Almanya ist, Almanyadır, weltweit, dünya miqyasında, für, üçün, seine, öz, vielfältige, müxtəlif. Yəni, hər bir cümlənin, hər bir sözünün Azərbaycanca qarşılığını altda görürsən, Almanyadır, dünya miqyasında, üçün, öz müxtəlif, çörək mədəniyyəti tanınır. Yəni, hərfi tərcümə deyirlər də buna. Hərfi tərcümə etdirirsən. Cümləni tuta bildinsə, heç tuta bilmədinsə, ümumi tərcüməsinə baxırsan. Yaxşı, bu niyə görə yaxşıdır? Ona görə ki, dənə-dənə, hə, bu sözdür, bu sözdür, dənə-dənə tərcümə etdirməkdənsə, ümumi bir dənə baxdın, bitdi. Çox əyləncəli eləyir oxumağı. Vallahi, yəni, çox əyləncəli eləyir, çox xoşuma gəlir mənim. Məsələn, bir sözdür, yenə, şəkil görmək ayrı bir şeydir də, yəni, vizuallıq görürsən də. Bir də var ki, yəni, sözbəsöz əzbərləyəsən. Bir dənə buna da baxaq, məsələn. Alltag, məsələn, indi bunun tərcüməsini bilirəm. Şəkildən yenə də bir şeylər təsəvvür eləməyə çalışsan ki, bu nədir? Bu şəkil bu arada şeydir, dinamik olaraq generasiya olunur. Süni zəka tərəfindən generasiya olunur. Yəni, hər bir söz göndərilir və süni zəka bunun haqqında şəkil generasiya etməyə çalışır. Bu tərcüməsinə baxsanız, gündəlik həyat. Həqiqətən də yəni, şəkillər onu ifadə edir. Bu artıq bununla söz arasında sənin beynində bir matching baş verir, uyğunlaşma baş verir. Sabah yadında salmağa çalışanda, beyin axı vizualdır da, yəni ki, vizual olaraq düşünür də və bu sözü sən görəndə şəkil yadıma düşür, ya da nə bilim, gözünün qabağında nəsə bir cisim görəndə
onun Almancası qarşılığı yolba düşür. İşləmə prinsipi belədir. Mən çox bəyənirəm. İstədim sizlə də bölüşüm. Sistemi, saytı özüm hazırlamışam bu arada. İstəsəniz burada qeyd olunur. OpenAI keyinizi verə bilərsiniz. OpenAI keydən başınız çıxmırsa, ödəniş eləyib, yəni $2 qarşılığında 100 deməli token alırsınız, kredit alırsınız və həmin kreditləri istifadə edə bilirsiniz.